Cəmaət nə deyəcək? Başdan dediyim kimi, cəmaət nə deyəcək? Qamu spontu. Biz uşaq yaşımızdan bəri validələrimizdən, böyüklərimizdən, qonşularımızdan, qohumlarımızdan, çevrəmizdən cəmaət nə deyəcək sözləri eşitmişik. Nə? Ola bilməz. Nə deyirsən? O sözü deyilmə. Cəmaət nə deyəcək? O hər şey deyilmə. Cəmaət nə deyəcək? Ayıbdır. Olmaz. Sənin kimi gözə bir xanım, qız, sənin kimi yaraşıqlı oğlan, kişi o hərəkət eləməz. Artıq cəmaət nə deyəcək? Ya da orta məktəbdə şagirdlərə ən çox elə deyirlər. Yaxşı oxu. Cəmaət nə deyəcək? Bizi biabır eləndirmə. Özünü yığışdır hərəkətinə. Cəmaət nə deyəcək? Ya da belə. Uşaq yeniyetmə, uşaq böyüyür və yeniyetmə olur və ali məktəbə qəbul olmaq üçün hazırlaşır. Valideynləri, böyükləri və qonşuları, qohumları bu sözləri deyirlər. Ən çox valideynləri deyirlər, eşidirəm. Yəni ətrafımda eşidirəm, görürəm, deyirəm. Valideynlər övladların bu sözü istifadə edir. Sən o qədər müəllimələri göndərmişik hazırlığa. O qədər xərc çəkmişik sənə. O qədər kitablar almışıq, testlər almışıq, universitetə qəbul ol, ali məktəbə qəbul ol. Ali məktəbə qəbul olmasa, cəmaət nə deyəcək? Bizim soyadımızı biabır eləmə. Elə eləmək ki, bizim üzümüz qara olsun, bizim üzümüz ağ olsun. Cəmaət nə deyəcək? Cəmaət nə deyəcək? O cəmaət deyən insanlar kimdir? Mənə çox maraqlıdır. Kimdir? O uşaq yaşından bəri eşitmişəm o sözü ətrafımda. Valideynlərimdə eşitməmişəm. Fəqət qonşularda eşitmişəm ki, cəmaət nə deyəcək? Cəmaət dediyi insan kimdir? Kimdir? O uşaqdan bəri, bu yaşından bəri o cəmaət deyə insana axtarım. Gəlin. Yəni, görüm o cəmaət deyə insanlar kimdir o? Niyə övladlarınıza, nəvələrinizə, qohumlarınızdakı övladlara, uşaqlara niyə uşaq travması yaşadırsınız? Niyə cəmaət nə deyəcək deyə yaşadırsınız? Deməyin. Deməyin. O cəmaət deyə insanlar hər yola əl atır, hər yola gedir. Amma sizin xəbəriniz yoxdur. Necə deyərlər? İlan sürünər, izi bilinmir. Yəni onun kimi. Əvvəlcə öz günahınızı, öz qüsurunuza baxın, sonra cəmaata, hamıya söz deyəcək. Cəmaat nə deyəcək? Desin, cəhənnəmə desin. Yəni, incilməyin o sözümə üçün. Amma cəhənnəmə desinlər. Mən elə böyüməmişəm. Mən elə tərbiyə görməmişəm ki, cəmaat nə deyəcək? Əksinə, həmişə mənim arxamda olublar, həmişə mənim yanımda olublar. Qarşımda olmayıblar. Çalışın ki, övladlarınıza, qohumlarınızdakı uşaqlarına və qohumlarınıza qarşı durmaq yerinə yanınızda olun, dəstək olun. Çünki hər bir uşaq, hər böyüyəndə bizim gələcəyimizdir. Onu unutmayın. Biz bu zamanımızı geçmişimizdən almışıq. Dünyanın geçmişimizdən almışıq. Biz gələcəyimizi yeni yetməyə, indiki uşaqlara əmanət edirəm. Onu unutmayın. Yaxşı insan olun. O cəmaət nə deyəcək deyə yaşatmayın. Məsələn,
O cavab deyə uşaq travma, uşaqdan bəri travma alıb. Deyirlər ki, məsələ, yaxşı insan həyatını evlər. Yaxşı insan kimdir? Kimə deyir? Siz yaxşı dediyiniz mənə pisdir bəlkə. Mən pis dediyim insan bəlkə sizə yaxşıdır. Heç kimsə həyatını qarşımaq haqqınız yoxdur. Nə haqqınız var, nə hüququnuz var ona. Deyirsiniz ki, bunu eləmə, onu eləmə. Cəmaət nə deyəcək? Nəsə. O övladlarınız və ya uşaq böyüyəndə o qədər eşidiblər ki, o cəmaət nə deyəcək deyə. Ya qorxub olur, ya da bir işə başlamaq istəyir, qorxaraq o hərəkət eləmir, ya da çəkilir. Və doğru insan dediyiniz insan seçir, siz dediyiniz insan seçir, məsələn, evlənir, sonra məcburi evlənirlər və həyat qara, travma. Oh my god, nə? Ən çox qız uşaqları. Məsələn, yoldaşı pisdir. O sözü demə cəmaata, cəmaat nə deyəcək? Kişidir də eləyər. Cəmaat nə deyəcək? Niyə? Kişidir deyə insan deyilmi? Onlar duyğusu yoxmu? Onun hərəkəti yoxmu? Əksinə xanıma dahi elə deyirəm. Məsələn, bir hərəkəti yoxdur. Sən xanımsan, gözəl xanımsan, xanımsan. O hərəkəti, o danışı sənə rahat deyil. Eləmə. Deyirsiniz və acı edirsiniz. O sözü deyəndən sonra övladlarınıza o qədər travma verirsiniz ki, o qədər alçadırsınız ki, təhqir edirsiniz o sözü, cəmaət nə deyəcək? Əgər mənim həyatım varsa, siz məni böyütmüşsünüzsə, vadələrini mümkün deyiləm. Yəni, bütün uşaqların adından danışıram. Əgər mən böyütmüşsə, çox sağ olun, minnətdarım. Sizin sayənizdə, təbii ki, birinci Allahdır, sonra sizsiniz. Sizin varlığınızdan mən olmuşam, mən böyümüşəm. Bu yaşıma qədər mən nə başarmışam, sizin sayənizdə başarmışam, çox sağ olun. Fəqət, niyə cəmaət deyəcək üçün yaşayıram? Niyə yaşamalıyam? Nə üçün? Mən, əgər mənim həyatım varsa, oxursam da, oxumasam da, ali məktəbi qəbul olsam da, olmasam da, mənim həyatımdır. Mən öz həyatımı özüm çizməliyəm, özüm şəkil verməliyəm həyatıma. Nətə gedəcəyimi, nə işləməliyəm, mən bilməliyəm, mənim həyatımdır, mənim şəxsi həyatımdır, onu heç kimsə qarşı bilməz, heç kimsə. Siz olun ki, cəmaət nə deyəcək deyə yaşamayın və övladlarınıza da o travmanı yaşatmayın. Çünki o uşaqlar sizdən nifrət edə bilər, zəhlənizi gedə bilər, onu unutmayın. Cəmaət nə deyəcək deyə yaşamayın, heç vaxt siz olun. Ümid edirəm ki, bu qanun spontru cəmaət nə deyəcək deyə son qoyar o söz və hamı öz həyatını yaşayar. Yəni, həyat yaşamaq çox gözəl, sərbəst olmaq yaxşıdır. Siz olun ki, cəmaət nə deyəcək üçün yaşamayın və övladlarınıza yaşatmayın. Ümid edirəm ki, bu qanun spontru hər yerə yayılar və indiki zamanda və gələcək zamandakı cəmaət nə deyəcəyi son qoyular. Dəqiq vaxtınızı aldığım üçün üzr istəyirəm. Videomu bəyənməyi, kanalıma abunə olmağı, videomu paylaşmağı unutma. Özünüzə yaxşı baxın. Bye bye.